Kəbin kəsmək Allah tərəfindən buyurulub, Luna Yok, deyir. uydurulmuştu. Belə yazılır Quranda, Allahın hiçbir kəsin ibadətinə ehtiyacı yoxdur, möhtac da deyil. Deməli, bu kəbinə də ehtiyacı yoxdur, rəmzlə əgər aşılayanda, İncildə də deyilir. Uydurma dinə itayət etmək insanı zahirən hikmətli göstərər. Fiziki cəhətdən bədənə gələn düşkünlüyün və vurulan zərbələrin heç bir faydası yoxdur və Rəbb bilir ki, bu barədə din alimlərinin düşüncələri boşdur. Odur ki, qoy sizi kimsə boş sözlərlə aldatmasın. Qoy sizin imanınız insan müdrikliyinə deyil, Allahın lütfüne istinad etsin. Allahın lütfü də sənin qəlbində. Sən qəlbində imanını ləkəsiz etsən, barışsan, bağışlasan, məni bağışla demək, etik qaydaya riayət etsən və qəlblər sevindir ki, sevinəsən, savabını, duanı qazansan, qəlb evində gəlirsən, Allahın qapısı. Dünən bir ana fəryad edir, gecə saat 12-də qızı məsciddən gəlir, deyir ki, bir dənə də məscid axundudur, məscid əhlidir, bilmirəm kimsə bu qadını təliyə salıb, ananın da fəryadı, göz yaşları, mən onu kimisidir deyəsi deyiləm, amma Instagramda görüntülü ananın fəryadını dinlədim. Deyir, saat 12-də mənim qızım məsciddən gəlir, kimsə orada bu xudlardan biri təliyə salıb, kəbin kəsdirib, budur. Budur sizin dininiz. Öz şəxsi mənafiyinizi, öz ehtiraslarınızı öldürmək üçün. Bunun üçün siz imandan xəbərsizsiniz. Əsas odur ki, bax bu imanın şərtlərinə itayət edəsiniz. Vəssalam. Bilmədim, hardan gəldim.